Balakən şəhərində həyətyanı ev satışa çıxarılır. 2 mərtəbəli evdir. 6 sot həyətyanı torpağı var. Həyətində toyuq damı, kanalizasiyası. Kubik daşdan tikilmiş su havzası, həyətinə aid ayaq yolusu. Möhkəm şəkildə tikilmiş evdir. Birinci mərtəbəsində dəmirdən giriş qapıları qoyulmuşdur. Qaraj kimi də istifadə edə bilərsiniz. Ön tərəfdən də yenə iri dəmir qapılar qoyulubdur. Birinci mərtəbəsinə aid ayıq yolusu, hamamı işlək haldadır, təmirsizdir. Mərtəbə arası gördüyünüz kimi beton monolitdir. Dəmir reşutqalıdır birinci mərtəbəsi. İkinci mərtəbənin çıxışında belə bir açıq balkonu var. Ön tərəfdə evin mətbəxtidir. Ev tam mərkəzdə yerləşir. İkinci mərtəbəyə aid ayaq yolusu və hamamı bu hissədədir. Burada çox geniş qonaq otağıdır. Yataq otağı, evin təmirə ehtiyacı var. Evdə yaşayış yoxdur, bu qapı bağlıdır yəni. Yataq otağı da orada da 1, 2, 3, 4 otaq. Geniş evdə 6 otaqdan ibarətdir. Bu otaqda gördüyünüz kimi çox genişdir. Qeyd etdiyim kimi evdə yaşayış yoxdur. Nəsimi Nizami məktəbinin tam yaxınlığıdır. Evin təmiri zəifdir, yəni təmirə ehtiyacı var. Gördüyünüz kimi çox geniş evdir, kubcalıdır. Birinci mərtəbəsində də 3-4 otağı var. Qeyd etdiyim kimi birinci mərtəbəsi tam təmirsizdir. Sərfalı qiymətə satılır.
Gördüğümüz sol tarafta İdealda yani Köhnəman adlanan ərazinin arka tarafında Nəsim məktəbidir. Ön tarafta, sağ tarafta Nizam məktəbidir. Satışa çıxarılan ev gördüğümüz evde qeyd etdiyim kimi rayonun tam mərkəzi, qiyməti 85 bin manata təklif olunur. Real alış şərti ilə yaxınlaşsanız qiymətdə indirim olacaqdır.